Her vaxtınız xeyirli olsun. Değerli futbol həvəskarları, Qəbələ şəhərinə bağlanmışıq. Qəbələ şəhərində Misli Premier Liqasının 9-cu turu çərçivəsində Kəpəz İmişli maçı sizə təqdim olunur. Kəpəz komandası barədə danışmış olsaq, Azər Bağırovun gəlişi ilə bərabər sanki ab-hava dəyişib. Gəncə klubunda ardıcıl məğlubiyyətlərdən sonra Adil Kirovla yollar ayrıldı və Azər Bağırov rəhbərliyi altında Kəpəz ilk oyununda ilk qələbəsini qazandı. Şamaxı ilə dueldə Kəpəz 4-1 hesablı qalibiyyətə sevindi. İmişliyə gəldikdə isə onlar turun cədvəlində 9 xalla 9-cu pillədə qərarlaşıblar. Bir qədər sabitlikdən uzaq nəticələri var. İmişlinin son 3 görüşdə qələbə qazana bilməyiblər. Axırıncı qalibiyyət Karvan üzərində olub 3-0. Ardınca isə Zirə ilə 1-1 eç-eçə ediblər. Ötən turda Qəbələ ilə maç 2-2 yekunlaşdı. Bu iki oyun arasında isə Araz Naxçıvanla qarşılaşmada İmişli məğlub olmuşdu 0-2 hesabı ilə. Fit gəldi, oyun başladı. İmişli tərəfinin toxunuşu ilə hər iki komandaya uğurlar arzuluyuruq. Güclü olan qazansın. Cərmə meydançasını ötürmə. Almeyda və qapçı. Məmməd Hüseynov komandasını qolla xilas edir. 10-cu dəqiqədə Almeyda ilə Məmməd Hüseynovun dueli yaşandı. Banqeranın ötürməsi. Almeyda rəqib müdafiəçilərin nəzərindən yayınmışdı. Bomboş qalmışdı, amma fürsəti dəyərləndirə bilmir. Cərmə meydançasını ötürməyə gəlir. Başla zərbə. Qüvvətli idi, amma dəqiq deyildi. Fərid gəldi. Ötürmə edir uzaq güncə. Paşu və qapçı. Paşunun ayaq içi zərbəsi. Top yaxın dirəkdə. Andrey Sinyenkanın üzərinə gəldi. Jefferson Bento irəlidə qarşılayır rəqibi. Bento, hücuma qoşulub Bento. Bir rəqibini də keçdi. Bento, cərmə meydançasını ötürməsi. Başla zərbə Paşudan yaxşı alınmır. Hər kəsi qabaqladı hava topu mübarizəsində, amma çərçivə istiqamətinə getmədi onun zərbəsindən sonra top. Şakir Seyidov. Akrobatik zərbə dəqiq deyil. Fərid Nəbiyev zərbə endirməyə çalışdı. Hətta komanda yoldaşı mani oldu. Geri ötürmədi bu qapçı. Topu uzaqlaşdırdı. Diogo Almeyda başla indirir. Qapçı çıxışda tərəddüd edir, yerdə qalır və bu müdaxilə sözsüz ki vərəqə tələb edir. Məmməd Hüseynova vərəqə göstəriləcək, həkimləri meydana dəvət edir. Qırmızı vərəqə olacaq yəqin ki. Məmməd Hüseynov əvvəlcə tərəddüd etdi. Daha sonra çıxmağa üstünlüyü verdi. Rəqibinə qarşı kobuda oynayır və Kamal Umudlu qırmızı vərəqəsini çıxarıb indi gözləyir Məmmədin ayağa qalxmasını. Vüsal Qəmbərov sürət mübarizəsində kifayət qədər yaxşı oynadı. Qırmızı vərəqə Məmməd Hüseynova göstərilir. Kəpəz azlıqda qalır. Hazırlaşan 97 nömrəli futbolçudur. Baxaq bura cərmə zərbəsi yerinə yetirilir. Başla zərbə. Top meydana tərk etməyib. Rosa topu ələ keçirir. Qaşqilya kənarda çox əsəbidir. Nəyə görə Xəzər Mahmudovun meydana daxil olmasını hələ də reallaşmayıb, bunu deməyə çalışır. Başla zərbə dəqiq alınmır. Beqaş. Böyük qüvvə ilə gəlir indi İmişli. Juninho və gol! Juninho! İmişli hesab açır. 45 üstəgəl 3-cü dəqiqədə Juninho! İmişli formasıyla ilk qoludur bu çempionatda. Juninho'nun cərmə meydançasına yaxınlaşdığı anda qapını nişan alır. Juninho. Luis Silvestre Juninho. Kasper Rosa
topa müdaxilə edə bilmədi. Müdaxilə etdi və ilk hissə yekunlaşır. Kəpəz 0, İmişli 1. Yeganə qolu 45 dəqiqəl. 3-cü dəqiqədə Juninho vurdu. Kamal Umudlu fitini səsləndirdi. İkinci hissə başladı. Komandalara uğurlar arzulayırıq. Top indi Juninho'dadır. Almeida hərəkətlənir. Almeida və Kasper Rosa. Yerlə gələn topu ram edir. Kasper Rosa. Ahor yerdə qaldı. İndi Kəpəzin növbəti hücumu. Mahmuduba və qapçı. Hücum davam edir. Onanuga. Daha bir ötürmə yenə də Sinenka. Feijão. Əla hərəkətlər. Feijão və qapıdan zərbə. Top heç kimə dəymədi. Yol üstü və buna görə də qapıdan zərbə elan olunur. Abbas Ağazadə. Abbasdan sola. Banqera qapı qarşısına göndərdi və zərbədə top qapıdan aralı keçir. Juninho dubl etməyə yaxın idi. Zərbə mövqeyini tapsa da çərçivəyə düşə bilmir. Ayağı da sürüşdü. Juninho'nun rahat zərbə endirməsi üçün şansı yox idi. Sürətli hücum, sürətli əks hücum bir qədər səngir. Juninho. Banqera. Banqera ötürmə edir və gol! Almeida! 2-0! Diego Almeida! Çempionatda 3-cü golunu vurur. Diego Almeida. Karvanyevlaq, Qəbələ və indi də Kəpəzin qapısına yol tapır. Diego Almeida. Ötən turda Almeida fərqlənmişdi və ardıcıl 2 turda gol vurur. Diego Almeida. Saxlamadan topu Kasper Rosa'nın qorduğu qapıya göndərdi Almeida. Topu itirmədi. Dongo özünü qapıya çevirdi və top ayağından açılır Dongo'nun. Toplar əftarı istənilən kimi deyildi. İndi İmişli 3-cü golu vura bilər. Almeida. Boşluq var müdafiədə. Zərbə. Top qapıdan aralı keçir. Real gol imkanı dəyərləndirə bilmədi İmişli komandası. İdris İnqilablı idi zərbə endirən. Ara ötürməsi. Almeida hərəkətləndi. Almeida üz-üzə qalır. Almeida və zərbədən sonra top qapıdan kənara getdi. Aşırma zərbəsi Diego Almeida'dan dəqiq deyildi. Dubl etməyə yaxın olsa da bacarmadı. Ara ötürməsi əla alınmışdı. Qapı qarşısına ötürmə başla zərbə dəqiq deyil. İmişli komandası hücum təşkil edir. Əzər Mahmudov. İti bucaqda möhtəşəm zərbə və 3-0. 3-0. Hesab arasındakı fərq artır. Golun müəllifi 94 nömrə Rafael Vegas'dı. Əzər Mahmudovla paslaşır. Daha sonra topa hərəkətlənir. Sağ ayaqla yanaltdı bu zərbədə qapçı Kasper Rosa'nı. Rafael Vegas. Zərbə o qədər qüvvətli vurulmuşdu ki, orada Rosa'nın heç reaksiya üçün vaxtı da yox idi. Dörd dəqiqə artırlar qarşılaşmanın ikinci hissəsinə. Cərmə meydançasına ötürmə edilir. Başla zərbə qapçı. Komandası qoldan xilas edir Kasper Rosa. 4-cü qoldan xilas etdi komandasına. Kamal Umudlu saatına baxır, fitini səsləndirir və qarşılaşma yekunlaşır. 9-cu tur Misli Premyer Liqası maçı. Kəpəz
İmişli oyunda İmişli 3-0 qalib gəlir. Hadisələrlə zəngin olan bu maçı sizin üçün Nurlan Valihoğlu şərh edirdi. Gələn reportajlarda görüşmək ümidi ilə özünüzdən müğayət olun.